Bismillah. Uğurun bol olması üçün nə etmək lazımdır? Uğurun bol olması üçün tək bir sir yoxdur. Bu, düşüncə, davranış və davamlılıq birliyidir. Amma praktik olaraq bunları etsən şansı xeyli artar. Birinci, aydın məqsəd qoy. Nə istədiyini dəqiq bilməyən insan hara getdiyini də bilmir. Məqsədini yaz. Pul, iş, sevgi, hansında uğur istəyirsən. İkinci, düşüncəni dəyiş. Sən artıq bilirsən ki, enerji mövzuları ilə maraqlanırsan. Uğur çox vaxt düşüncə ilə başlayır. Özünə tez-tez de, mənim yolum açıqdır. Mənfi sözləri azalt. Şikayət enerjisini burax. Üçüncü, hərəkət et. Ən vacibi hərəkət etməkdir. Uğur yalnız niyyətlə gəlmir. Hər gün kiçik addım at. Təxirə salma. Fürsət görəndə qorxma. Pul enerjisini təmiz saxla. Sən pul mövzusuna həssassan. Buna görə pulunu səliqəli saxla. Pul gələndə şükür et. Qəpik də olsa xeyriyyə ver. Enerji dövranını açılır. Qəpik də olsa xeyriyyə verəndə enerji dövranın açılır. Ətrafını seç. Uğur yolunu bağlayanlar, həmişə şikayət edənlər, paxıl insanlar, alınmaz deyənlərdir. Uğurlu insanların yanında ol. Enerji yoluxucudur. 6. Kiçik energetik ritual. İstəsən, hər səhər bir dəqiqə gözlərini yum. Özünü uğurlu vəziyyətdə təsəvvür et. Ürəyindən de. Uğur mənə axır.